Nəsim bazarının yanında yaşayırdıq. O vaxtları Səməd Tibb Universiteti ilə üzbəüz. Bizim evimiz yox idi. Babamın bir yarı zirzəmisi var idi. İki otaq 50 kvadrat metr. Həmin o Stalinkada? Bəli, həmin o Stalinka. Babam 5-ci mərtəbədə yaşayırdı. Biz anamla onun yarım zirzəmisində yaşayırdıq. Axşamlar mən siçanları tutmaq üçün o tələləri qururdum. Səhərlər isə siçanları oradan çıxardırdım, tullayırdım. Məktəbə getməmişdən öncə mənim həyatım belə başlamışdı. Və 42 saylı məktəb var idi. Orada keçirirdik. O da elə Nəsimi bazarına yaxın. Bəli, Nəsimi bazarına yaxında. İlk 5 ilimi orada keçirdim. Rus bölməsinə gedirdim. 5-ci sinifdə anam qərar qəbul edir ki, mən Azərbaycan bölməsinə getməliyəm və düşünürəm ən düzgün qərarlardan biri idi. İndi mən bunu anlayıram. O vaxtları çox çətin idi. Yəni mən Azərbaycanca bir söz də bilmirdim və anam may ayında deyir ki, sən sentyabrda Azərbaycan bölməsinə gedirsən və tamamilə başqa məktəbə, başqa rayona. Amma 5 il rus dilində oxudunuz. Bəli. Qalan 5 ili məktəbdə, 6 ili oxudunuz. Azərbaycan bölməsi. Ona görə nə Azərbaycan dili, nə rus dilində tam müfəssəl danışa bilmirəm. İnsanlar Məncə normal, yaxşı danışırsınız. Aydın və konkret. Rus aksentinə görə çoxlu ittiham edirlər məni.